Salam Novruz, özünü 60 saniyədə tanıt. Salam, mən Novruz Novruzov. Bu yay düşərgəsinə Çexiyadan qatılıram. Lakin eyni zamanda son bir ilimi İtaliyada mübadilə proqramı ilə keçirmişəm. Özüm Çexiyada data science üzrə təhsil alıram. Lakin eyni zamanda sahibkarlıq və IT sahələri ilə də məşğulam. Bu düşərgə müddətində nələr öyrənmisiniz, nələr yadda qalıb? Ən çox yadda qalan şey əlbəttə başqa ölkədən olan diaspora üzvlərinin də təcrübələridir. Çünki mənim üçün ölkələrarası kultura fərqləri çox maraqlıdır və bu kultura fərqləri nə qədər çox bilsək, bir o qədər rahat bir şəkildə bir çox ölkəyə həm səyahət edə bilərik, həm də köçə bilərik və daha çox təcrübə əldə edə bilərik. Və mənim üçün ən maraqlı mövzu da bu idi. Burada müxtəlif şəhərlərə gəzinti oldu Novruz. Siz üçün ən yadda qalan anlar hansı oldu? Ən yadda qalan əlbəttə deyərdim ki, Şuşa gəzintisi oldu. Çünki orada biz həm ordumuzun necə böyük zəfərlər qazandığını bir daha gördük və o ordunun necə böyük işlər gördüyünü daha qürurla yada sala bilirik.